Salam əziz dostlar, Göyçayda yenə görüşlərimiz davam edir. Bax, bu gün həm çox təsadüfi bir görüş alınıb. Biraz planlaşdırmışdıq düzdür, amma indi gözlənilməz bir görüş oldu həqiqətən də mənim üçün də. Və bizim 5 nömrəli məktəbin əfsanəvi müəllimləri burdadır. Həqiqətən də bizim dövrdə onlar o qədər çox geniş fəaliyyətdə idilər. Yasin Cəfərov həm əməkdar müəllimdir, həm gözəl riyaziyyat müəllimidir. Ehtiram Kərimov bizim peşəkar rəssamımız, gözəl insan. Və onlar 90-cı illərdə bizə dərs verdilər. Ehtiram müəllim bizə bir müddət dərs dedi. Yasin müəllim də riyaziyyatdan dərs verdi. Və o baxmayaraq ki, sakit, təmkinli olsa da ondan hamı çəkinirdi Ehtiram müəllim. Ehtiram müəllim biraz yumşaq idi. Yəni çox belə uşaqlara qarşı, amma Yasin müəllimdən hamı çox qorxurdu, hamı ehtiyat edirdi. Xoş gördük Yasin müəllim, Ehtiram müəllim. Həqiqətən də indi oturmuşuq məktəb illərini xatırlayırıq. Bəli. Siz 40 ildən çoxdur da. 46 ildir ki, Bəli. bir məktəbdə çalışmışıq. Çin-çinə. Mən elə xoşbəxt insanım ki, Abdurrahman Yasin, Kərim Ehtiram kimi mənim dostlarım var. Bir yerdə çalışmışıq. Həmişə bir-birimizə dəstək olmuşuq. Bir-birimizin uğurlarını sevmişik. Elə birinci gələndə Ehtiram müəllimə ofisine gelirim. Görürəm ki, orada yeni əsəri var. O qədər fəxr edirəm ki, məsələn, canlı məsələn deyək ki, hamısı canlıdır. Adama deyək, xoş aura verir. Xoş aura verir. İnan ki, mən çox yaxşı təsir edir. Və birinci gələn kimi buradan geyirəm ki, qoy baxım görüm qardaşım nə çəkib, necə eləyib, əlbəttə. Yasin, sizin üçün də şəkil çəkib deyəsən, hə? Məncə 60 metr şəkil çəkilib, mən çox yaxşı. 60 illik çəkib, mən çox belə hədiyyə də verdi mənə. Onu da yadgar saxlayıram. Nəvələr də deyir ki, baba bunu kim çəkib deyir, bax, Ehtiram əmin çəkib, bu sənə sağ olsun. Maşallah, hamının evində Ehtiram mənim şəkilləri artıq var. Mənim də çox gözəl rəsmim var onda. Yaşar Nuri haqqında bir rəsm mənim üçün hədiyyə eləyib. 78-ci ildə gəlmiş. 78 gəlmiş. Gələndə bəli, bizim elə Yasin, Abdurrahman Yasin kimi məsələn deyək ki, ağsaqqalımız, o ağsaqqalların ağsaqqalıdır. Yasin mənim artıq orada var idi. Orada var idi. Yaşı az idi, amma hamı ondan gəlib məsləhət alırdı. Biz də onun təsiri ilə, onun sayəsində gəlib bu səviyyə çıxmışıq. Biz həmişə o düzgün yol göstərib. Bax, yəni Yasin müəllimə deyək ki, böyük kimi, o danılmazdı onun zəhməti. Ona biz çox minnətdarıq. Ehtiram mənim də 78-ci, 79-cu ildə. 79-cu ilin axırına gəlmişəm. 80-ci ildə keçən dövrü. O vaxtlar idi. Hər kəsin vaxtında Tofiq müəllim idi. Tofiq müəllim. Allah rəhmət eləsin. Biz onlardan çox şey öyrənmişik. Çoxdur. Gözəl insanlar idi. Çox gözəl insanlar idi. Həm də biz xoşbəxtik ki, belə dostlarım var. Həm də biraz şadam ki, siz kimi mənim şagirdlərim olub. Sağ olun. Çünki bir il bununla qabaq görüşmüşdük. Bəli. Sizlə bir maraqlı bir verilişə elədik. Sonra Ehtiram müəllimlə bir verilişə elədik. Ümumiyyətlə, bizim məktəb kollektiv çox mehriban idi. Həm müəllimlər, həm şagirdlər. Müəllimlər burada artıq var da, görürük ki, gör neçə ildir onlar dostluq edirlər. Məktəb günü nə vaxt bitib, amma dostluq hələ davam edir. 46 ildir. İndi biz bu gün həm üçün maraqlı bir sürpriz elədik. Yəqin ki, gələn görüşlərimizdə Yaşar müəllim var idi bizdə, əmək müəllimi. Və uzun illərdən sonra biz zəngləşdik. O da gözləmirdi. İsmaildə deyə gələnmədi və Abdurrahman Yasin müəllim də hüzürü düşüb deyə gələnmədi. Amma mütəmadi onlar zəngləşirlər, görüşürlər, əlaqə saxlayırlar. Yasin müəllim, o qaynar illəri biraz xatırlayaq. 90-cı ildə çox qaynar idi, 5 nömrə məktəb. Və siz də çox yüklü işləyirdiniz. Həm zavudçuydunuz, həm repetitor uşaqlar, həm bizim məktəbdə dərslər. Əlbəttə, o anlar demək, əlbəttə, o deyirək, həyat gözəldir. Bəli. O vaxt gözəl olur ki, hər bir insanın həyatında sevinç dolu hadisələr daha çox olsun. Bəli. O anları əlbəttə çox yaxşı xatırlayıram. Çünki saat 8-də evdən çıxırdım, axşam saat 8-ə qayıdırdım. Yəni, bir dəqiqə vaxtım olmurdu. Yəni, deyək ki, müəllimlərlə, şagirdlərlə, o iclasda, bu iclasda, hep o günlərdən. Çünki o da, məsələn, deyək ki, onlar bizə çox qabağa apardı. Bəli. Çox illər. Çünki uşaqlarımızla, deyək ki, uşaqlar olimpiyada araşdırırdıq, yaxşı nəsillər göstərirdilər və yaxud da ali məktəblər. Onların uğurları hamısı bizim uğurlarımız idi.
Bu Bəli. şagirdlərimizin. O deyir Nazım Hikmət deyir ki, xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Həqiqətən belə bir Elədir. atmosfer var idi Bəli. və orada mən yadıma gəlir Yasin müəllim o keçən verilişdə də demişəm, onun cəza metodları var idi. Amma elə həssas məsəl üçün dərs bilmirsən, onda orada silgi var. Məktəbdə arx axır. Bəli. Gel orada yu gətir. O artıq öyle bir cəzadır ki, Bəli. sən gələn dəfə hazırlaşırsan ki, mən bir də yum Bəli. edim. Çünki hava soyuqdur. Arxda yumalısan onu. Özə Yasin mən baxırdı gör necə yuyub. Yaşdı mı? Yəni bilir ki, yalan demir. İnan ki, orada ideal bir məktəbə gedirəm, pensiya deyəm, nə təqaüd deyəm. Görürəm ki, vaxtilə şagirdlərim cəhdi fiqura yoxdur, həndəs figurar. Onlar hamısı mənə çox yaxşı təsir edir. Onlar rəfdə dururdu həmişə. Durur, hamısı durur indi. Sinifdə durur. Sinifdə durur Yasin müəllim. Siniflər də durur hamısı. Hə. İndi o sinifə qızım İlahə müəllim baxır, qoruyur ki, uşaqlar xarab eləməsin. Bunlar hər birisi şagirdlərimiz əziyyət Sizə bir portret çəkmişdim. Nəsrəddin Tusinin portretini çəkib hədiyyə O vaxt. O vaxt, bəli. Böyük rəziyyətçimiz, bəli. Çox gözəl portret Ehtər çəkmiş. müəllim orada bu işləri düzəltmək üçün o tərtibatını çox yüksək vermişdi. Ehtər müəllim çox əziyyəti var, Ehtər müəllim. Abdurrahmanov Yasin müəllimin də otağın tərtibatını mən vermişdim. Yasin müəllimin də tərtibatını. Çox əziyyət çəkmişdim. Orada mən adətən həmişə dəhlizdə gördüm ki, o dəhlizdə həmişə Ehtiram müəllim, Yasin müəllim, rəhmətli İdris müəllim, onlar həmişə yanardılar orada, Fəqan müəllim yanardı. Mən neçə uşağın orada stendini düzəltmişəm. Əl işlərindən aid rəsm stendini düzəltmişəm. Sərgisini eləmişəm. Hələ də durur o stendlərdən. Hələ də qalıb orada. Nə yaxşı qalıb. Hələ də qalıb, hə. Nəsə qalıb. Adətən orada məsəl üçün müəyyən dərslər hansı müəllim gəlməyəndə bədən tərbiyə olanda hamımız sevinirdik. Amma çox vaxtı Yasin müəllim o zal olan vaxtda deyirdi ki, mən riyaziyyat dərsi keçmək istəyirəm. Uşaqlar elə başımıza indi riyaziyyatı sevən adam da var. İndi çoxu çətin daxil. Hə. Oydu, ürəyimiz partlayır ki, vay yenə Yasin müəllim dərsinə düşdük. Amma yenə də o dərsdə xoşbəxt oldu. Çünki Yasin müəllim dərs aparmaq metodu, onun insanlarla davranışı, hamısı eləcə də o bir Yasin müəllimdə də o var idi. Əlbəttə, çox. Bu insanlardan biz çox şeylər öyrənmişik həqiqətən də və o 90-cı illər o təmiz bir dövr idi. O uşaqların necə deyirlər, uşaqlar da saf idi. Saf idi. Məsələn biz yalan danışa bilmirdik. Yalan danışanda Yasin müəllim onu hiss edirdik. O vaxt riyaziyyat gecəsi keçirilirdi, ədəbiyyat gecəsi keçirilirdi. Ondan sonra 11-ci siniflər qutaranda gözəl bir kompleks siniflər otururduq. 4 sinif, 2 sinif, 3 sinif bir yerdə VC keçirdi. Bəli, VC-lər keçirdi. VC-lərdə də həmişə gəlirdi, müəllimlər də gəlirdi. Bəli, dəvət edirdi. Yasin müəllim gəlib xeyir dua verib gedirdi. Mən yadıma gəlir bunlar. Əlbəttə. O yaxşı anlar idi. Güzel bir ömürdə keçir. Tədbirlər İndi baxırıq məsəl üçün biz bu günlərin söhbətimizdə Yasin müəllimlə, Ehtiram müəllimlə keçmiş müəllimlərin çoxunu da xatırladıq. İndi dünyasını dəyişən insanlar var. Allah rəhmət eləsin. Onların indi bizim dostumuz Mürsəllə danışdıq ki, onların şəkillərini də tapaq. İnşallah. Orada çox zəhmətkeş insanlar oldu. Çox. Məsələn üçün orada Əlheydər müəllim var idi, Tarix müəllim. Tofiq müəllim, bizim direktorumuz, həm Mamid müəllim. Hətta Rauf müəllim, o Safxoz. Sonra bu yaxınlarda rəhmətə getdi Fəqan müəllim. Yəni çox doğma, isti kollektiv idi. Və Yasin müəllim siz neçə müddət oldunuz zavuz kimi? Orada mən 1 il işlədim zavuz. Sonra keçdim yəni öz sahəmdə. Gördüm ki, riyaziyyat sahəsində şagirdlərimə daha çox deyək ki, xeyir verə bilirəm. Orada olimpiada uşaqlar görüb hazırlaşa bilmirdim. Buna görə də dedim ki, yox, bu lazımdır. Yasin müəllim, sizin əsasən bu repetitor fəaliyyətinizdə daha çox başqa məktəblərdən sizin yanınıza gəlirdi. Mən fikir verim, yəni Beşlimənin öz şagirdlərinə əlavə bizim öz məktəbimizə şagirdlərə hər şey öyrədirdim. Artıq onlar hazır kimidir. Başqa məktəblərdən daha çox gəlirdilər. Sən müəllimin professionallığından asılıdır. Bəli. Professional müəllimdir. Ona görə eşidirdilər ki, Yasin müəllim tələbələri instituta girir. Orada inanırdılar ki, müəllim gözəl müəllimdir, yaxşı müəllimdir. Mən yenə deyirəm, hər iki Yasin müəllim çox tələbatlı idi. Onların nə qədər tələbələr olurdu. Bəli, elə. Hamısı şagirdlərimiz bütün dünya ölkələrində yayılıb da hamısı çoxdular. İstəyir Amerikadan tutmuş, Avstraliya qədər hamısında işləyirlər, özü yaxşı da uğur qazanıblar. İtaliyanın özündə də, hamısında var.
Yasin müəllim görüşürsüz arada. Yəni siz Gələndə gəlib görüşürlər bunda. Gəlib görüşürlər. Yasin müəllim bir Ayxan məsələn Bəli. Üstümal məktəbdə demək hardasa bir ay bundan qabaq gəlmişdi. Demək İtaliyada getdi, oranı qurtardı magistraturanı. Bu da ADAD oxudu, orada getdi magistraturanı qurtardı, müzafə edib. Gələn gün dedi ki, Yasin müəllim görməliyəm mən. Gəldi, görüşdü, gəldi, sonra ailə də qurdu, getdi. İtaliyada yaşayır. İndi İtaliyada yaşayır. Ne gözəl. Yasin müəllim bayaq bir maraqlı fakt dedi. Dedi ki, elə uşaqlar var ki, mən bilirəm ki, bunun qabında yoxdur. Valideyni gətirir. Deyirəm ki, bu qoy başqa sahə ilə, yəni sənətlə Bəli, məşğul olsun. Və o uşaq dediniz ki, sonra çox yaxşı imkanlar əldə elədi. Çünki o sənətdə daha çox qazandı. Əlbəttə. Elə. Riyaziyyat, mən baxıram ki, bunda uşaqda riyazi duyum qabiliyyət yoxdur da. Valideynə məsləhət ki, yəni bu sənət öyrənsə daha çox uğur qazanacaq. Yəni dəqiq elmlərdən daha çox humanitar Humanitarda bəli, elmlərə daha çox daha çox maraqlıdır. maraqlıdır. Və yaxud da məsələn deyək ki, istəyir yaxşı sənətkar oldular onlar. Məsələn, yaxşı da məşhur istəyir maşın ustası olsun, istəyir dülgər olsun, istəyir elektrik mühəndisi Bəli. olsun. Görürəm ki, onlar hamısı bu dəqiqə rayonda yaxşı uğur qazanırlar. Öz sahələrində tanınmış adamlar. Tanınmış məsələn adamlardılar. Sonra da onların deyirlər ki, növbəsindən dururlar ki, bu elektrik mühəndisidir, buna və yaxud da maşın ustasıdır, bu növbəsində durur. Biz onlara fərq edirik ki, yəni dediyimiz məsələn, yəni hamı oxuya bilməz ki. Əlbəttə ki. O mümkün də deyil. Bu sezon biz keçən verilişdə Ehtiram müəllimlə veriliş elədik. Onda hələ tələbələr hazırlaşırdı. Amma indi Ehtiram müəllimin 21 tələbəsi, 14 tələbə. 14 tələbəsi, 14 14 tələbə tələbəsi Bəli. qabiliyyət imtahanından keçib. keçib. Yəni bu böyük uğurdur əslində. Əlbəttə. Böyük bir rəqəmdir əslində. Bəli. Məndə isə bu il 11-ci sinifdə demək ki, 8 uşaq qurtarıb. Bəli. 6 nəfəri yüksək nəticə göstərib, onun 2 nəfəri tibb ünusuna qalbaq olmaq üzrədir. Bəli. Sonra İnşallah. bir nəfər hüquqa balı çatdırır, yüksək balda 629 balla. Tibb ünusuna gedənlərin 672 balla. Elə ballar toplayanlar var. Biz ondan fəxr edirik. Bəli, bəli. O sırada hamısı gediblər kompüter mühəndisi ilə. Bəli, əlbəttə ki, hamısı Hamısı bəslərlə. beyin işidir. Beyin hamısı- işidir, hə. Bəli. Onların biz fəxr edirik. İndi rəngi bir 12 həftəyə açıqlanacaq onların. Amma deyir, onlar topladığı ballar bizə sevindirir ki, yəni bunlar hamısı ali məktəb tələbələrdir. Bəli. Biz onlarla fəxr edirik. Əlbəttə ki. Onlarla nəfəs alırıq o şagirdlərimizdən. Allah hamısını inşallah Yasin müəllim riyaziyyatçı hazırlayıb, mən də rəssam. Bəli. Rəssam, bəli. Asman deyir ki, rəssam Asman. Və deyir, bu göyçənin hamısını sən rəssam eləyirsən. Bəli. Biz o gözəl işlə məşğul olduq. Hə, də yaxşı iş görsən, deyir, amma bu qədər rəssam neysən, deyir, mən qoy. Qoy o sənət, o da sənət. Qoy öyrənsin. Hə, Öz Qoy incə məktəbimizdə- səni inkişaf Bəli. eləsin. əlbəttə ki. Özbəkistan məktəbdə riyaziyyat müəllimləri, Leyla müəllim vaxtilə dərs dedim, indi riyaziyyat müəllimi işləyir burada. Bəli. Nə Bəli. gözəl. Bəli. Bəli, bəli. Yasin müəllim, cəza verdiniz o vaxt uşaqlardan hansı gəlib sonradan sizdən nəsə deyib ki, Yasin müəllim xatırladıb sizə belə bir Yox, şey. çox vaxt onlarda bir görsən yolda dayanmışam, gəlib maşına salıb görüb taksi şoförü və də başqa maşına. Mindirib və yazmadım, gəlin o gündən xatirə yaxşı ki Yolda danışıblar. yolda danışıblar. Gəlib eləsə var əlmər öpüb ki, yaxşı biz o vaxt o cəza vermirsən, bizə Vermirsən. düzgün yol göstərmirsən. Əlmər öpürlər. Türklər kimi əlmər öpüb alnına qoyur. Anladın mı? Demək cəza hərdən işə də yarayır. Bəli, Bəli, bəli. yumşaq bəli. cəza. Yumşaq Yumşaq cəzadır ha. cəza. Bəli. Biz müəllimin xoş töhməti var. Bəli. O lazımdır. Mən məsələn üçün o Lazım, sərt cəzalara hamı qarşıdır da indi ictimai. Elədir. Yox, yox, Amma əksinə. Yasin müəllim o elə bir cəza verir ki, o cəza yerində idi. Yerində. Yerində idi və o mən o bir verişdə də danışmışam. Çox dəqiq cəzalar əslində onlar. Çünki o uşaqlar sonra o hərəkət eləmədilər. Bəli. Sonra və yaxud da ki o silgidən başqa bir cəza da var idi. O fiqurlar ki yoxdur. Bəli, bəli. Həmin fiqurlar. Yasin müəllim deyir ki o düzbucaqlı ilə parapet. Hə, O düzəlt. Düzəlt, hə. O düzəldi. Yəni o Düzelt düzəltmək. gətir. hə. O otursa evdə kley kağız yapın mənətə düzəldim. Mən rəssam deyirəm. Bir də görürsən Peşə ki, tərəf- valideyn də ona qoşulurdu. Hə. Ki, Kömək uşaq, eləyir, icazə ki, valideyn verir. Valideyn də onunla bir yerdə cəza çəkir. cəza Cəza çəkir. çəkir. O figurlar yenə Düzəltməlisən. durur hamısı. Hə, o Başqa məktəblərdə o figurlar yox. O figurlar da- Orada mənim üçün indi bir yadigardır da qalıb uşaqlarımızdan. Yeri gələndə həmişə gəlib məktəbə girəndə birinci şagird deyir ki, bizim o figurlar durur. Adlarını yazmışdılar üstündə. adlar yazılırsa. Bəli, mən yadımda. Yadımda. Yasin müəllim, əməkdar müəllim neçənci ildə aldı? 2004-cü ildə aldım mən. Bir də elmi məqalələr də yazmışdınız. Hə, yəni. 2000-ci ildən 2008-ci ilə qədər elmi məqalələr yazdım. Hamısı da demək fizika riyaziyyat jurnalında çap olundu, dərc olundu. Nəşr olunub. Ha. Hamısı dərc olundu. Onların hamısını saxlamışam. Bir də Yasin müəllim, bir il Bakıda yaşadınız da. Bir il Bakıda yaşadım. O
elmi fəaliyyətimi davam etdirmək üçün getmişdim. Hə, o məqsədlə getdin. O məqsəd getmiş. Sonra da imkan keçirdim, ürəyimdən əməliyyat oldum. Sonra Çox. gördüm ki, yəni Vətən çək, Vətən torpaq çəkir. çəkilir. hə, Yer Neyse, o qismət olmadı. Yenə də gəldim, şagirdlər yetişdirdik. Baxıram ki, 46 il ərzində hardasa 1200-ə kimi, 1250-ə kimi şagirdlər müxtəlif ali məktəbdə təhsil alırlar. Onlar da siyasi aparım ki, yenə 1151 nəfərdir. Demək sizin missiyanız yaxşı missiyadır da. Bəli, Hə? Hər Bəli, icra elə. qabaqlar çox idi, 45-50 nəfər idi. Son vaxtda da indi yaşla əlaqədar. Bilirsən, il oldu ki, 56 nəfər uşaq instituta girdi. Ha, O zaman maşallah. vaxtı. hə. 98, 99, 97 o illər Sən- Yasin mənim çox belə dolğun fəaliyyəti var idi. Məhsuldar. Hə, Yəni, məhsuldar. deyirəm, 90-cı illər ən qadir dövrü idi. Hə. Deyirəm də. Çünki Yasin mənim çox enerjili idi. Həm yenə deyim, zavod fəaliyyəti, həm tələbələr, həm oradan nə bilim o repetitor hamısı belə güclü bir vəziyyətdə Bir idi. də o şagirdlərim deyilən ki, Basım, mən də öz repetitor vaxtında etiramam da mən də harada nə bilim 70-lərdə insan hamısına Hamısı Allah kömək rızası üçün. Hə. Allah üçün kömək eləmişik. İndinin özündə də. İndi özünüz. Bizə qalan ancaq olur. Nə Allah gözəl. rızası üçün. Nə Bax, gözəl. bax, görür ki, onlar gəlib instituta girirlər, gəlirlər, göz atasını getirib girirlər, gəlirlər, həmişə bizi axtarırlar. Deyirlər ki, yəni bizə çörək vermirsən, bizə heç tələb eləməmişik. Hə, o da Bizi necə qabaq- gözəl İndi şeydir. Bakıda Hmm, mənim kimi tələbələrim var, Elminaz xanım, Rahim Bəli. müəllim. Onları mən pulsuz hazırlamışam. Bəli. Bax, uşaq vaxt tapırdı çörək yeməyə. Allah evimdən ona çörək gətirib vermişəm buradakı yeginə. Hamısı Gedib var çörək alıb gözü. getmişəm ki, yeginə. Bəzən müəllim həm də bax belə doğma bir Bəli, az bəli. valideyn missiyasında da olur, kömək eləyir. İnan ki, əgər biz şagirdlərimiz öz balamızı sevirsə, Hə, onda hə, bizə öz müəllim balam olmaz. kimi, bəli, Hə, bəli. çox Əsas gözəl o, sözdür, Əsas hə. o. Birinci onlar öz balan kimi Bəli, yanaşır. bəli. Bəli. Oraya da Və həmişə həmişə deyirdik, hörmətli onsuz da. saxlayırlar. Dərs deyən vaxtı və ya indinin özündə də. Əgər şagirdlər bizim yanımızdan çıxanda üzündə bizə qarşı xoş təbəssüm yaranmırsa, razılıq əlaməti olaraq, Bəli, hə, onda deyirsən o günü itirdik. bəli, bəli, elə. Gecə də yatanda bu gün görəsən mən nə edim? Hansı şagirdlərimlə yaxşı ünsiyyətdə oldum? Nə öyrədə bildim? Nə Yəni öyrətdi? özə haqq hesab çəkirik. Bax özünə sual vermək. Gecə yatanda özünə sual vermək ki, mən necə Buradan uşaq gedəndə deyirəm, bu gün nə öyrəndin? Bilirsən nə öyrənmisən? Deyir, hə müəllim, bunu öyrənmişəm, bunu öyrənmişəm. Bax bu qurmanı öyrənmişəm. Deyirəm, bax öyrənmisənmi bu gün? Deyir, hə. Deyirəm, indi rahat get. Özə ehtiram mən burada uşaqlar üçün komfort Hər şərait. bəli. Hə, meyvəsi də var uşaqların, Bəli, çay da var, həmişə, Hüseyn yesi də var. Hər cür Valla şərait var. ac olanlar deyirəm, lap gedim oradan səhər dönər. Həmişə Bəli, bəli, bəli. bəli. Həmişə elə olur. Yox, Həmişə olur. bu iki insan həqiqətən də insan nə deyim, çox başqa bir şeydir. İnsanın keyfiyyətinin yüksək Əlbəttə. olması, üzərinə tərifləmək kimi olması. Yox, ehtiyac Hamı yox. bilir, həm onları tanıyır. Ona görə də mən çox sevinirəm ki, mən müəllimlərim, bizim Ucar rayonundan 15 nəfər uşaq hazırlamışam, hamısı gəlib girib. Hamısı indi minnətdardır, işləyirlər də. bir uzadan Ucar bir rayonu. alıcı bir şagird də var. O da Hə. çox gözəl sərgisi də oldu. Bax o Hə, istedadlı qızdır o da. Dəniz xanım. Hə. O da Dəniz gələcəkdə çox yaxşı. Ya, keçəcək. rəssam olacaq. Hələ bu yaxınlarda bir tələbəm getmişdi işlərini, hayıfsız burada olmaz. Hı. Super işdə getmiş, 7-8 dənə Hı. əl işini gətirmişdi. Ucarda Heydər Əliyev mərkəzində işləyir. Hə, nə gözəl. Hə, Hər yanda var da, hər Bəli, rayonlarda, bəli, həm bəli. yoxsa Yasemin abi İtaliyada. Bəli. İtaliyada Bakıda ucara nə qədər gedər. tələbəmizdir. Bakıda Odlar yurdunda mənim tələbəm işləyir, müəllimə işləyir orada. Dizayn qurtarıb. Türkiyədə də var bildiyimiz Akademiya. qədər. Akademiya. Türkiyədə də var. Xanım da adı. Bəli. Türkiyə İstanbulun özündə işləyir. Gözəl orada ofisi var, böyük ofisi var. Böyük işlərlə məşğul olur. Bəli. Öz qızım da orada Türkiyədədir. Getdilər bu yaxınlarda Türkiyəyə. İndi Bəli. başlayacaq fəaliyyətə. Nə gözəl. İnşallah. Ha, Gözəl. İnşallah. Yasemin, Canım. boş vaxtlarınızda Quran daha çox mütaliə edirsiniz, hə? Hə, Quran oxuyursunuz. məsələn, Quran oxuyuram. Bəli, o da mənə daxili bir rahatlıq verir. Bəli. Elə. Və Allah hamıya qismət eləsin. Su namazdan sonra əlbəttə. Ayrıca otağa çəkirəm əlbəttə. Ona görə də Allah Nə gözəl. olmasa hamıya o qismət eləsin. Bəli. Namazda Ehtiram müəllim də da, var burada var, Quranı var, var, göstərdi. Quran Hə. var. Namazda da, Quranda Əlifbam da var. 2-3 dənə, 3 əlifbam da var mənim. Hmm. Tərcümə ilə oxumaq, Azərbaycan dilə Hamıya fərq. qismət ərəb olsun dilində. əlbəttə. Nə gözəl, nə gözəl. Mən sonda istəyirəm bir gülüş dolu məqamla yekunlaşdıraq. Deməli Bəli. o video həmişə baxanda nə görürəm. Deməli bizim məktəbdə indi bəlkə baxmayanlar da var. Bir hansı uşaq fişəng atmışdı. Yasin hamı da Yasin məndən qorxurdu. Bir şey məlumat deyib Yasin mənim çatmışdı. Çünki Yasin mənim onda zabit idi. Axtarırdı Yasin mənim o kimdir.
hamı nəfəsini udur, özü bilmirdik də kimdir. Hmm. Yəni kimsə gəlib kənar bir şəxs atıb gedir. Atıb gedir. Amma ora biz yaxın olmuşuq. Bizim Hə. sinif. Hansı Yasin müəllim də təəssürat yaranıb ki, bu bizim sinifdir. Və soru-sual gedir. Hə, Hamı Yasin müəllim o bir çağırır ki, müttəhəm kimi də. hə, Və Ramizə bir daha salam verirəm və Ramiz keçən Ramiz nəhayət Ramizə yaxınlaşdı. Deyir ki, Ramiz sən bilərsən, bəlkə görmüsən ki. kim atıb onu? Mən bilmirəm, xəbərim yoxdur. Yasin müəllim, yox sən bilmirsənsə, deməli sən özünsən. O nə qədər gülmüşdü. Çünki artıq Yasin müəllim də səbirsizləşmişdi. Çünki tapılmırdı adam. Heç kim. Axırda deyirsən Ramiz özü boy. O atmamışdı da, boynu oldu. Variant yox, kimsə boynu olmadı. Elə. İndi Ramiz maşallah o da ustadır, maşın ustası. Maşallah sağ olasın. Mən danış salamlayıram Hə. hamısı bütün şagirdləri. Özü bizim sinifi çox sevirdi Yasin müəllim. Çünki Bizim həm sinifi Sivə Pəriyev, həm də Bəli. Riyaziyyat müəllimdir. Bəli, bəli, bəli. Onlar mən çox əzizdir, doğmadır. Allah ömür versin və Sizin. növbəti görüşlərdə Ehtiyar müəllim, İnşallah. Yaşar müəllim də inşallah İnşallah. yəqin ki bizə qoşulacaq Qoşular və inşallah. Abdurrahmanov Yasin Yasin müəllim müəllim. Abdurrahman istəyir ki, o qoşulsun. qoşulsun ki, Aynen, məktəb bize söhbətləri kısmet Qismət olmadı. Hə. Deyirəm də o bizi yol göstərim oldu. O bizi mayıq olub gözük. Yol göstər mayıq olub Yasin müəllim. Hətta Yasin müəllim də burada olsaydı, o daha çox nə idi? Onun dərsində Onda çox gözəl şeylər hə, var. bizim də ona çoxlu Hə, xatirələrimiz var hə, xatirələr və o var. həmişə bizə verirdi ki, gedin, öyrənin. Hə. Bizə ən əsas nə idi? O Toki Cəfər Cabbarlının həyatını öyrənmək. Həyatını Hamı gəlir ki, Yasin müəllim həyatını öyrənmişik, onu belə. Yaradıcılıq. Hə, onu bildi də oldu, öldü. Mənə lazım bu kişi yaradıcılığı. Yaradıcılıq. Hə, qiymətli bu. Və ondan sonra hamı gedir. Çünki həyatı öyrənmək asandır axı. Azaddır. Oldu, öldü. Deyirəm, onu bilirəm. O oldu, öldü. Hə, Allah onu can sağ eləsin. Amin. Hə, İnşallah söhbətlərimiz növbəti görüşdə davam eləsin inşallah. İnşallah. Oldu Sağ ol. ki, çox sağ Sağ ol. ol. Minnətdarım. Sizə Minnətdarım. vaxtınızı sərf etdiniz. Sizlə əzizdir. görüşdük. Lap şad olduq. İnan ki. Xoş gəlsin. Sağ ol.